Ötən gün səhər saat 8 radələrində Astara rayonunun Şah Ağac kənd sakinləri 28 yaşlı Turan Həsənov və 26 yaşlı Ağdədə Həsənov balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxıblar. Axşam saat 6-da geri dönməli olan balıqçılardan bu saata kimi heç bir xəbər yoxdur. Yaxınları onların dənizdə qalmaları barədə aidiyyatı üzrə müraciət ediblər. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin sahil mühafizə hissəsinin xilas ediciləri cəlb olunub. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama verib, bildirilib ki, 112 qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri axtarışlara cəlb olunub və aidiyyatı qurumlar məlumatlandırılıb. Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir. Balıqçıların yaxınları deyir ki, onların batma ehtimalı azdır. Çox güman ki, qayığın ya yanacağı bitib, ya da motorda nasazlıq olub. 2 dənə gəmi hal-hazırda axtarışdadır dəniz. Ağdədənin 3 günlük uşağı dünyaya gəlib. Həsənov Turanla bir həftə 10 günə yaxındır ailə həyatı qurub. Qeyd edək ki, itkin düşmüş hesab edilən balıqçılar yaxın qohumlardır. 20 gün bundan əvvəl Turan Həsənov yeni ailə həyatı qurub. 5 gündür ki, Ağdədə Həsənovun övladı dünyaya gəlib. Hazırda onların axtarışları davam etdirilir. Könül Kazımova, İlqar Mustafayev, Həcər Həsənova bugün informasiya proqramı üçün.